хотела слушать и слушать. Спасибо большое, Наря Михайловна. Далеко не уходите от нас, мы всегда вам рады, так что всегда человеку порой, чем бы он ни занимался, будь это более такое сложная профессия, техническая, гуманитарная, неважно. Если душа человека требует, то нужно. Сейчас хочу пригласить на эту сцену Инна Тадаева. Инна Хан, прошу. Всем добрый вечер. Это мой дебют. У моего стихотворения нет названия, но мне кажется, оно адресовано всем девушкам, разочаровавшимся в любви и читающим свое произведение до меня. Вы говорите, не цветут зимой цветы, но вы забыли о цветах любви. В любое время года, днем и ночью, любовь способна семена посеять в почву. В душе вдруг вырастает стебелек, на нем бутон набухнет, а потом цветок. И, становясь прекрасней с каждым днем, он словно факел освещает жизнь огнем. Обычное становится волшебным вдруг, и воздух чище, и хрустальный звук. Легко и радостно, и хочется летать. Увы, все в одночасье можно потерять. И прежний свет души затягивает мгла, и вместо жизни смерть становится мила. И страх, и тьма, и сети паутин, все разом на тебя, а ты один. Спасение в том, чтобы жить и жизни доверять. И верить, что опять придет весна, и станут расцветать в душе цветы любви. Они развеют аромат ее по всей крови. И как весной ручей она начнет бурлить, и вновь появится желание жить. Жить, чтобы играть в игру с названием «Любовь», чтобы испытать опять все парадоксы вновь. Спасибо большое, правда жизни. Спасибо. Самира Шихиева, участница нашего театрного проекта «Mother House». Прошу. Здравствуйте всем. Я участница проекта Modern Poems. Пишу стихи как на русском, так и на азербайджанском, чаще всего на русском. Сегодня я прочту стих на русском о любви. Я к тебе искал дороги, шел по призрачным следам, сквозь все страхи и тревоги, чтоб прильнуть к твоим рукам. И всю жизнь я сомневался, пересчитывая лица, чтоб одной тебе признаться, чтоб в одну тебя влюбиться. В час бессилия и скитаний мне надежду придавал, как награда ожидания. Образ твой, лица овал. Мне казалось, что ты рядом, где-то тут, но в темноте, через лес, пролитый ядом, был готов бежать к тебе. Я сердца всем разбивал, чтоб одно твое сберечь. У других огонь я крал, чтоб один лишь твой зажечь. Жизнь моя, как пыльный ветер, в этом сам я виноват. Я прожил и не заметил боль всех нажитых утрат. Я к тебе искал дороги, шел по призрачным следам, в пучине боли и тревоги. Потерял себя я сам. Спасибо большое. Мое любимое стихотворение Самира Хан. Я его озвучивала, наверное, сколько-то месяцев назад. И когда Самира Хан мне сегодня написала, что она будет его читать, я очень обрадовалась. Спасибо, Самира Хан. Приглашаю на эту сцену Марданов Али. Я просто не знаю, молодой человек здесь? Нет. Гюнатай Гусейнова. Прошу. Наша участница театрного проекта, активистка.
bəzi sirləri sizinlə bölüşüm, paylaşım. Deməli, bir aprel konsertində birinci nömrəmiz bəlli idi o heç. Ancaq ürəyim istəyən kimi olmadı. Çünki bəzi dostlarım küstülər ki, onlara birinci sırada yer ayırmamışdır. Hansı ki, o dostlara elan eləmişdik ki, tez gəlsinlər. Ancaq küstülər bizdən. Olsun, olsun. Gəldi, keçdi ikinci nömrəmizə, pişiklər. Pərvanə Sultanova, Bakı Musiqi və Güzeyl Hacıbayarla Bakı Musiqi və ikinci kurslara başladı. Nuray İsmailova, Güzeyl Hacıbayarla Bakı Musiqi və daha sonraki nömrədə bizdə Kerubino gəldi. Sevinç Ağayeva. Sevinç Ağayeva vokal ifaçısı deyil. O Bakı Musiqi Akademiyasını musiqi müəllimliyi üzrə bitirmişdir, o məzunudur. Fərqli dərslər almışdır və Sevinç xanım bugün bizim qarşımızda bir vokal ifaçısı kimi çıxış etmək istədi və qeyd edim ki, Sevinç xanımın xəbəri yox idi ki, Carmen'in ariyasında onu gəlib kömək eləməyəcəklər. Mən onu aldatmışdım, demişdim ki, sən bir hissəyə qədər oxuyursan, sonra Nura gələcək və səni kəsəcək. O da arxain olmuşdu, ariyanı oraya qədər öyrənmişdi. Nə oldu? Nura gəlmədi. Sevinci almışlar. Cavidan Babazadə, Tofiq Quliyev adına 12 nömrəli, 11 illik musiqi məktəbinin 11-ci sinif şagirdidir. İstər Bakı Musiqi Akademiyasının rəhbərliyinə, ələlxüsus da Tofiq Quliyevanın 12 nömrəli musiqi məktəbinin rəhbərliyinə təşəkkür edirəm ki, bizim üçün baxmayaraq ki, çalışmırıq, ancaq onlar hər zaman dəstəyimizin, heç bir zaman dəstəyimizin əsirgəmirlər, bizim yanımızdadırlar. Təşəkkür onlara, alqışlar. Daha sonra yeni tipita idi, Nuray'a hiçbir sürpriz etməmişdim. Daha sonra Süsen'ler hiçbir Süsen xanım Abbasova, Üzeyir Hacıbayarla Bakı Musiqi Akademiyasının estrada daha sonra Ramal İbişov'u almışlayırım. Ramal İbişov da Tofiq Quliyevanın 12 nömrəli musiqi məktəbinin məzunudur. İndi isə Ali Təhsil Ocağında, konservatoriyada təhsil alır. O da bizimlə olmaq istədi və bizə qoşuldu. Onu alışlayırıq. Ülvi Əhmədov. Üzrünü çatın. Ülvi Əhmədov. Ülvi Əhmədov, Üzeyir Hacıbayarla Bakı Musiqi Akademiyasının 3-cü kurs tələbəsidir. O da çox böyük tərəddüd edirdi ki, rock əsəri ifa eləmək üçün. Ay müəllim, mən akademik vokal ifaçısıyam. Necə oxuyacam, necə alınacam? Alındım oldu ifadə. Kənan Rəhmanzadə əyağını vurdu. Bəli. Kənan Rəhmanzadə Üzeyir Hacıbayarla Bakı Musiqi Akademiyasının məzunudur və bas baritondur. Deməli, biz Kənana istədik ki, belə bir zarafat edir. Siz bilirsiniz ki, bəzi vokal müəllimləri tenordan bariton, baritondan tenor, sopranodan mezzo etməyi sevirlər bəzi. Yanlış əlbəttən verirlər. Və biz də düşündük ki, bizim dostumuz, Üzeyir Hacıbayarla Bakı Musiqi Akademiyasının məzunu, Azərbaycan Respublikasının xalq artisi, Profesor Xuraman xanım Qasımovanın sinfindən məzun olan Səməd dostuna bir sürpriz etmək istədik. Deməli, Səmədin xəbəri yox idi ki, o bugün səhnəyə çıxacaq. Kənanla onlar dostlar. Biz düşündük ki, Kənanla tenor parçasını verək və Səməd də düşünsün ki, İlham müəllim nə dərəcədə savadsız müəllimdir. Tenorun partiyasını oxudur. Və Kənan artıq bir 10 gündür ki, Səmədə deyir ki, Səməd mənə kömək elə. Mən necə edim? Müəllim deyir ki, tenorsan. Mən necə ona qarşı çıxım müəllimə? Necə qarşı çıxım? Və Səmədi biz başımız pişirdik. Bugün məşqə gətirmişdik ki, oxusun burada görək, öyrənsin bizə tenor oxumağa. O da bugün gəlir, məşq prosesində oxuyur, o düşünmədi ki, biz onu oxuduruq ki, görək səsi yerindədir, mümkün səhnəyə çıxacaq, ona ayıb olmasın. Onu pis edir. Səmədi almışlar! Əziz dostlar, Ramal da bizim Tofiq Quliyev adına 12 nömrəli musiqi məktəbinin şagirdidir.
Və o da dedi ki, müəllim, sizi çoxdan görmürəm və çox istərdim ki, konsertə gəlim, sizi görüm. Biz də fikirləşdik ki, Ramal, gəl belə bir sürpriz edək bu cavan oğlanlara. Gəl sən qalx səhnəyə, deyir ki, müəllim. Mən də Ramal həmişə mənə məktəbdə deyirdi ki, müəlliməm. Dedim, o müəlliməni də işlər, orijinal olsun. Müəlliməm və bəylərin xəbərləri yox idi ki, Kənandan başqa, ki, bugün Ramal səhnəyə çıxıb oxuyacaq. Onlar üçün də bir təcrübələndirlər məncə və Ramal apardı. Ona alqışlar. Ulala International, el programa creado para ti. Cultura, historia, música, deportes, gastronomía, entrevistas en vivo. Ulala International, bajo la dirección de David Espinel García.